Quba rayonunun Geçrəş yolunda yerləşən Alma Bağı hotelində qonaqlar arasında dava düşüb. Xəbərlər Net Qafqaz Infoya istinadən xəbər verir ki, ötən ilin qışında otelin 314 nömrəli otağında 31 yaşlı Kənan İsmayıllı dostu Mahir və 2 xanım tanışı ilə birlikdə qonaq olub. 312 nömrəli qonşu otaqda isə Ceyhun Nəcəfov ailə üzvləri ilə istirahət edirmiş. Gecə yarısı Kənan və onunla olan şəxslər otaqda yüksək səslə musiqi dinləyib, navayiq ifadələr işlədiblər. Ceyhun əvvəlcə bu barədə hotel nəzarətçilərini məlumatlandırıb. Üstündən biraz keçdikdən sonra isə eyni otaqdan yenidən səs-küy gəlib. Bu dəfə Ceyhun 314-cü otağa gedərək qapını təpiklə vurmağa başlayıb. Kənan çölə çıxan kimi isə Ceyhun ona irad bildirib. Əlbəyaxa davaya çıxıblar. Ceyhun Nəcəfovla birlikdə hoteldə olan bacanağı Xəqani Əliyev və digər qohumlarının da mübahisəyə qoşulmasından sonra gərginlik daha da artıb. Bu dava ilə bağlı aparılan araşdırma nəticəsində Ceyhun zərər çəkmiş, Kənan isə təqsirləndirilən statusu alıb.